Qız budur, Sabit. Hə, mama. Laf yaxşı. Salam, xoş gəlmisiniz. Mən elə bilirdim, tək görüşəcəyik. Tək heç yerə getməyib. Başı çıxmaz alladarlar uşağımı. Hansı zamanda deyildi, kim alladır. Nəysə, heç deməmişdin, nə bürcüydün sən? Qoç bürcüdür, özü də əsəbidir mənim gedəm. Biz danışmışdıq da, Sabit, evlərindən sonraki ayrı evdə yaşayır. Nə qarastan? Ədə sənin ayrıca evin var, buraya danışır. Şördəqliyimizdir, o bir ortada qaxılıb yatarsınız. Yaxşı gəlmişəm, uşaq alladırdı buradan bura. İşi köçdüm mən. Nə işlə məşğulsan, Sabit? Şimdi Az hesad, o qrantdır, nədir o maşın avtokredit nədir orada işləyirdi. Elə bir gedən ki, cəmaat gətirib bana maşın verir, bu da pul paylayan işləyir orada. Ay, pul paylayan nədir? Danışamırsan, heç olmasa qoy onu özün deyim. Danış. Elə bir ki, mən Grand Avtokreditdə işləyirəm. Kimə təcili pul lazım olursa, maşını gətirib qoyur ora. Mən ona pul verirəm, aylıq onu ödəyir. Yəni, maşın da özündə qalır, nömrə də özündə qalır. Onda aylıq qazancın nə qədərdir? Hey, ona bax, pulun adını eşidən kimi avtomatik yüzü güldü. Görsən o sənin puluna görə, cübəyə görə gəlmiş. Bir gedə yaxşı gəlmişəm, gedəm alladardılar yoxsa. Mama, mən evlənə bilmirəm. Sən mən evlənə bilmirəm. Maşında işlədim, gözən də hırladı. İnşallah bağışdır.